Sizlərin ağlınıza ilk nə gəlir? Deməli, müxtəlif ideyalar vasitəsilə insanların zehnində yanlış illüziyaların yaradılmasını başa düşürəm. Xüsusilə bu ideologiyada bağlı olanda, məsələn, ideologiyanın əsas interpretasiyası bu yalancı şuur effektinin formalaşdırmasıdır. Əgər biz cəmiyyəti analiz etsək, cəmiyyətdə müxtəlif ideologiyalara rast gələ bilərik. Məsələn, liberalizmin əsas yanaşması insan hüquq, azadlıq və demokratiyadır ki, əslində insanların bərabər olub-olmamasının elmi cəhətdən izah edilməsi xeyli dərəcədə problematik ola bilər. Manipulyasiya vasitəsilə insanlar bərabərlik ideyasından çıxış edərək müəyyən bir yanlış şuur effektini formalaşdıra bilərlər. Amma məsələn, biz ideologiyanı dəyişə bilərik, keçid ala bilərik, məsələn, konservatizmə. Konservatizmə görə cəmiyyətdə əslində insanların bərabər olması qeyri mümkündür. Yəni, hər bir insanlar özlərinin intellektual imkanları, fiziki bacarıqları, çalışqanlığına görə bir digərindən fərqlənir. Əgər kim çox çalışırsa, cəmiyyəti yalnız onları idarə etməlidir, cəmiyyət yalnız intellektual təbəqə tərəfindən idarə olmalıdır. Ona görə də biz əslində cəmiyyətdə heç bir seçki hüququnu tanımalı deyilik. Amma əslində bu belədir və yoxsa yox, bu da haradasa yalancı bir şuur effektin formalaşmasına gətirib çıxara bilər. Yəni, başqa sözlər, əgər insanlar manipulyasiyadan xilas olmaq istəyirlərsə, insanlar nə etməlidir? İlk növbədə hər növ ideoloji linzalardan xilas olmalıdır. Yəni, reallığı, metafor olaraq keçəcək, öz gözləri ilə görməli, öz beyinləri ilə analiz etməli və öz zehinləri vasitəsilə analitik cəhətdən qərar qəbul etməlidirlər.